Biopsiya xərçəngi oyadır deyirlər. Bu doğrudur. Həqiqətən də diaqnozların daha çox gecikməyinin bir nömrəli səbəbi də xəstələrin biopsiyadan qorxmağı və imtina etməyidir. Qorxmağına da ən böyük səbəb odur ki, necəsə insanların beynində bir mif yaranıb ki, xərçəngə bıçaq vurmaq olmaz, biopsiya özü travmatik üsuldur və bu xərçəngi yayır. Bu tamamilə bugünkü müasir tibbdə heç bir yeri olmayan, əsası olmayan bir absurd fikirdir. Xərçəng tam sağala bilirmi? Bəzi orqanlarda biz erkən mərhələdə də bu sözü deyə bilmirik, amma xüsusilə limfomalarda, südvəzi xərçəngidir, bağırsaq xərçəngidir, bunlar erkən mərhələdə tam sağalır. Burun udlaq xərçəngləri hətta lokal mərhələdə belə tam sağala bilir və 20-25 ilin mənim bugün təqibimdə olan məndən öncəki həkimlərdə də müalicədə olmuş xəstələr var ki, bugün hal-hazırda tam sağlam şəkildə həyatlarını davam edirlər. Amma ən önəmlisi vaxtında erkən mərhələdə müraciət etdiyimiz zaman təbii ki, biz o insanların tam sağlam həyatda olmağına kömək edə bilirik və sonraki etapda insanların ən çox qorxduğu xərçəngdən sağalandan sonra normal həyatıma davam edə bilərəmmi? Təbii ki, işinə, gücünə davam edir. Xərçəngdən sağalandan sonra ailə qurub uşaq dünyaya gətirən çox saylı xəstələrimiz var. Yəni bu qədər də şanslı olmaq mümkündür. Yetər ki, vaxtında erkən bir xəstəliyi bilə bilək.